biz Magnitogorsk şəhərindəyik, Uralda. Ay maşallah, salam aleyküm. Xoş gördük sizi. Ben 30 il bu şəhərdə yaşayıyorum. Arzum olub, çoxdan ki arzum olubdur. Həmişə deyirəm mən Azərbaycanlıyam. Böyüklüyünə baxın məscidin. 5-ci gündə gəlirik məscidə. Buyurun, Azərbaycan bayrağı sizi qorusun hər zaman. Hər bir şəhərdə Ay salam aleyküm. Xoş gördük sizi. Xoş gördük. Xoş gördük. Teşekkür ederim qürbətdən gələn səslər verişin izləyiciləri. Hal-hazırda gördüyünüz kimi Domodedovo hava limanındayıq. Biz Moskva şəhərindəyik. Bizim Moskva şəhərində Azərbaycanlımız, həm yerlimiz Agil bəy bizi qarşılayır. Necəsiz? Yaxşıyım, çox sağ olun. Çoxdan yaşayırsınız burada? 30 ildir. Ay maşallah, ay maşallah. Bizneslə məşğulsuz yəqin. Bəli. Aycan, əslən hardansınız? Qubadlı rayonundan, Qarabağlıyam. Qubadlı rayon arasından. Həkəri kəndindən. Bir dənə buradan Can Qubadlı, Zəngilan, Laçın, bütün Qarabağa salamlar. İnşallah. Həkəri kəndinə salamlar. Salamlar. Teşekkür edirik. Gözünüz bizdə olsun, biz indi bir yerdə oturup çay içip gedəcəyik Agil müəllimgilə. Gözünüz bizdə olsun, bizdən ayrılmayın. Ocağında, axır göz yaşlarında, mənim qərib ölkədə, axır göz yaşlarında, mənim qərib ölkədə. Moskvadan olan verilişimiz devam edir. Bəli, biz Agil müəllimlə görüşə gəldik. Agil müəllim, bir daha xoş gördük sizi. Ve ben ilk önce size bir Azerbaycan bayrağı getirdim. Bunu stolumuzun üstüne koyak ki, buyurun Azerbaycan bayrağı sizi korusun her zaman. Canım benim, bir alkış, hakikaten öpürəm. Stolumuzun ortasına koyak. Azerbaycan bayrağı bizi korusun. Dünyanın her arasına geçsək bizim bayrağımızdan güzel bayrak yoktu vallahi. Doğrudan elədi. Ve bir daha özünüzü təqdim edin. Mən özüm Qarabağlıyam, Qubadlı rayonundanam. Qubadlı rayonunun daha doğrusu Həkəri kəndində anadan olmuşam. Neçə ildir buradasınız? 30 ilə yaxındır. Moskva şəhərində yaşayırsınız, yəni başqa yerə getmədiniz elə? Bəli, Moskva şəhərində yaşayırıq. Elə yeri gəlmişkən mən sizə bir xəritə getmişəm. Burada istərdim Azərbaycanı göstərək, bir də Qubadlını, Həkərini. Bax, bu bizim xəritəmizdir, bu bizim Azərbaycanımızdır. Bakını göstərək. Bəli, göstərək. Can Bakı. Can Bakı. Bir də Qubadlını göstərək, gör Həkərini. Ocağında, axır göz yaşlarında. Bütün buradan Qarabağlılarım, öpürəm, bağrıma basıram. Gün o gün olsun, mən də Zəngilandanam. Gün o gün olsun, Zəngilan, Qubadlı, yaxın rayondanıq. Gün o gün olsun, bütün torpaqlarımız alınsın. Danışın, burada nə işlə məşğulsunuz, biznes işləri ilə? Azərbaycana bilirəm, çox köməkləriniz dəyir. Düzdür, biz kommersiya ilə məşğuluq. Burada bütün Azərbaycanlılarla biz bir yerdəyik, həmişə görüşürük, söhbətlər eləyirik, bir-birimizə kömək eləyirik. Kasıb ailələrə əl tuturuq, Qarabağ əllərinə əl tuturuq. Bu bizim borcumuzdur, fəxrimizdir. Biz həmişə öz yardımımızı əsirgəməyəcək millətimiz üçün, müsəlmanlar üçün hər zaman hazırıq kömək. Teşekkür edirik. Burada Moskvada Azərbaycan cəmiyyəti çox böyük cəmiyyətdir. Yəni bunların üzvləri də çoxdur, Azərbaycanlılar, iş adamları. Tez-tez görüşürsünüz, yoxsa bayramlarda, martda, Novruz bayramında, yoxsa bu məsəl üçün bu Xocalı soyqırımı günü, 20 yanvar günü belə günlərdə, önəmli günlərdə görüşürsünüzmü yad eləməkdə? Görüşürük, səfirliyimizin ətrafına yığışırıq, orada güllər qoyuruq, yad eləyirik. Xocalı soyqırımı yaddan, əlbəttə yaddan çıxan şey deyil. Burada da iş günü eləmirsiniz, siz Azərbaycanlılar həmin günü iş günü eləmirsiniz, deyilmi? Bəli. Çox yerlərdə heç bazarlara çıxmırlar. Biz özümüz də Allah qoysa inşallah onların qanı yerdə qalmaz yəni. İnşallah, amin deyirik. Və bu Novruz bayramları necə keçirirsiniz, ondan danışaq. Novruz bayramı bizim adət ənənəmizi burada necə yaşadırsınız, burada necə keçirirsiniz? Bilirəm ki, hər il Moskvada da olsa stolunuzun üstündə səməni, boyanmış yumurtalar. Azərbaycan adət ənənəsini qoruyub saxlayırsınız. Təşəkkür edirəm. Övladlardan kim var? Bakıda hal-hazırda sizi izləyirlər. Bir oğlum, bir qızım var. Adı nə? Oğlumun adı Loğmandır. Əsgərlikdən gəlib, hələ ki Ay Loğman, Moskvadan bir dənə sənə Atəşin salamları gətiririk, göndərin Loğmana. Lap yaxşı. Salamlayıram Loğmana. Salamlayırıq. Qızım da ki institut oxuyur. Adı nə? Ayseldir. Aysel, buradan salamlar Moskvadan.
keçmiş xalq təsərrüfatı, indi İqtisadiyyat Üniversitetində də 2-ci kursda oxuyur. Çok güzel. Həyat yoldaşınızın adı ne? İlhamə, İlhami Hanım'a bir tane salamlar burada. lap yaxşı salamlar. İlhami Hanım maşallah sizi çok istəyir. Teşekkür edirəm. Minnətdarım. İlhami Hanım ateşin salamlar sizə. Rusiyadan, Moskva şəhərindən. Həyat yoldaşınız çox gözəl işləyir burada. Çox gözəl yaşayır burada. Biznesmendir. Bütün işləri əladır. Narahat olmayın. Biz sonra qohum əqrabalardan hal-hazırda sizi kimlərə salam göndərərsiniz burada? Bütün qohum əqrəbələrə fürsətdən istifadə edib Azərbaycan xalqına böyük minnətdarlığım bilirəm. Azərbaycan xalqı yaxşı xalqdır, namuslu, qeyrətli xalqdır. Onlara şirin arzular istərəm, həmişə əmin-amanlıq olsun, sülh olsun, müharibə olmasın. Amin. Yaxşı günlər arzulayıram. Hamısının bayramını təbrik edirəm. Həyatda onlara uzun ömür, can sağlığı Yine gün arzulayıram. oyunuzu birləşəcəyik bir yerdə. İnşallah, inşallah. Mən də bu yaxınlarda fikrim var, gələm Azərbaycanda olam. Azərbaycanda bayramı keçirək. Eləmi? Ailəmizlə, qohumlarla, millətimlə bir yerdə bayramımızı keçirək. Can. İnşallah. Sevindik müəllimi təbrik edirəm. Sevindik müəllim, həyatda mən elə bir insan Yardımlı rayonundan değil mi? yardımlı rayon icra hakimiyyətidir. Çox insan adamdır, çox yaxşı bir adamdır. Təbriklər, təbrik edirəm onu. Bax, bu 30 ildə Azərbaycan nə qədər dəyişib? 30 ildir Rusiyadasınız. 30 ildə hər gedib gəldikcə gözünüzün qabağında Azərbaycan nə qədər dəyişib? Çox dəyişib. Biz Aqil müəllimi burada müsahibəsini davam elətdirdik və burada Azərbaycanlılar da var. Həmən yaxınlaşdılar. Özünüz təqdim edin. Zamiq İbragimov. Zamiq bəy, hansı tərəfindənsiniz Azərbaycan? Mən Şirvan şəhərindənəm. Şirvan özündənsiz? Bəli. Qürbətdən gələn səslərə bütün şirvanlılar baxır. Buradan bir salam göndərək Mamıya Papıya. Salamlar Azərbaycan vətəndaşlarına hamısına. Öz minnətdarlığımızı bildiririk. Qürbətdə də olsa həmişə ürəyimiz vətənlədir. Papanın adı nə? Ananın adı? Anamın adı, atamın adı Valehdir, anamın adı xanımdır. Bir də Moskvadan salamlar. Deyən Moskvadan salamlar anama, atama. Özünüz təqdim edin. Mən Elmar Hüseynov, Moskva şəhərində yaşayıram. Neçə ildir burada yaşayırsınız Elma? Zeta bir 6-7 olub belə. Darıxmırsan Bakı üçün? Darıxıram Bakı üçün. Bu arada gedirik Bakıya. Harasından siz Azərbaycan? Hazır Bakıda doğulmuşam, Bakıda yaşayıram amma əslim Lənkəran şəhəridir. Bakıda doğulmuşam, Moskvada qalasıyam. Lənkəran arasından? Özündənəm. Can Lənkəran. Şurdur, çağırgahdır. Şahdır Lənkəran. Lənkəran özündənsiz? Bəli. Amma Kimlər Bakıda var? qalır. Hal-hazırda Lənkəranda kimlər siz izləyir? Ola bilsin əmilərim izləyir. Adları? Rahim əmim, Əzzağa əmim, Mais əmim. Sonra çox da əmilər bir 8-9 dənədir. Qarşıdan gələn Novruz bayramların. Təbrik Axırıncı edirəm. şənbələri. Uzun ömür, can sağlığı hamısına. Mən də çalışacağam ki, bayramda olum vətəndə. Biz fəxr edirik ki, Biz Azərbaycan. Azərbaycanlıyıq. can. Öpürəm, bağrıma basıram və can Azərbaycan deyək. Sağ olun, can Azərbaycan, sağ olun. Çörəkdə bir odadır. Yediyim çörəkdə bir Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişin izləyiciləri, efirə yaxın əyləşin. Mənfi 30 dərəcə. Donuram. Biz Magnitogorsk şəhərindəyik, Uralda. Cənubi Uralda. Valla mən buna cənub deməzdim, şimali Ural deyərdim. Öldü soyuqdan. Azərbaycan Cəmiyyətinin sədri və Azərbaycan Cəmiyyətinin üzvləri burada. Xoş gördük. Ay maşallah, salam əleykum. Təşəkkür edirik. Azərbaycandan gəldik, qürbətdən gələn səslər verilişinin izləyiciləri və Magnitogorsk şəhərində Azərbaycan Cəmiyyətinin sədri. Özünüz təqdim edin. Masumov Müşük Yavaroğlu. Neçə ildir burada yaşayırsınız? 30 ildir. Necə yaşayırsınız bu soyuqda? Yaşayla öyrəşmişik yaşayla. Mən bu 30 dərəcədə niyə başa çıxsınız? Belə öyrəşib başımızı yaşayla. Canım mənim. Bir özünüz təqdim edin siz də. Yaqub Eyvazov. Çox gözəl. 1975-ci ildən gəlmişəm bura tələbə kimi. Hə, sonra Elə vaxtdan da qaldı soyuqda. yox, bir arada getdik Azərbaycanda yaşadıq. Azərbaycana işlədik. Nə bilim Azərbaycan. Bir dənə Azərbaycana salam buradan. Azərbaycana salam. Buradan. Siz özünüz təqdim edin. Polad Məhərrəmov. 12 ildir yaşayıram. Bura Xoşunuza əvvəlcə gəlirmi buralar? bəli Soyuğu gəlir. öyrəşə bilirsiniz. Öyrəşirik, yavaş-yavaş öyrəşirik. Salamünaleyküm, Xoş gəlmisiniz. Araz Abdiyev. 76-cı ildən bu şəhərdə yaşayır. Ən çox yaşayan sizsiniz. Bir dənə salam Azərbaycan eləyin. Salam Azərbaycan. Can siz? Salam Azərbaycan. 25 ildir Magnitogorskda yaşayır. Ay maşallah, maşallah. Soyuqdur bura. Xoş gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Sağ olun, təşəkkür edirəm. Magnitogorsk şəhəri Çox sizindir. soyuqdur, təşəkkür edirəm. Özünüz təqdim edin. Ay, buna bax, kostyumda gəlir. Vallahi bu soyuq adlı bir şey biz qanmırıq vallahi. Ha, Sibirləşib gedib. Xoş gəlmisən Səmilə xanım. Dadaşov Pəhlivan. Ay maşallah. Bir dənə Azərbaycana salam.
Öz Xarxatan kəndimə, Azərbaycanın Xarxatan kəndinə salam göndərirəm. Sağ ol canım. Və Meyman da buradadır, uje olub Sibirli. Mən Azərbaycan günəşini bura gətirmişdim. Amma dünənə qədər günəşi saxlaya bildim, bu gün saxlaya bildim. Can Meyman, birazdan danışarıq. Adınız nə? Adım Yalçındır. Yalçın, neçə ildir buradasan? 10-15 il var. Maşallah, mən uje üşüyürəm. Hansı bölgədənsən? Saatlı rayonundan. Bir dənə salam Saatlıya. Salam Saatlı rayon. Saatlı, Azərbaycan, bütün rayonlar gözünüz bizdə olsun, öldüm soyuqdan. Gedirik indi biz şəhəri gəzməyə, şəhərin gözəl yerlərini çəkməyə. Oradan gedəcəyik, Müşüm Qəlbin burada gözəl restoranı var. Ora, gözünüz bizdə olsun, bizdən ayrılmayın, çox maraqlı olacaq. Magnitogorskdan çoxlu ateşli salamlar göndərirəm. Və neçə evladınız var Müşfiq bəy? Bir kızım var. Allah saxlasın. Neçə? Binadır. 22 yaşı var. İnstitut qurtarıb, indi akademiyada oxuyur, həm də burada şəhərdə 3-cü nömrəli məktəbdə müəllimə işləyir, riyaziyyat müəlliməsi. Allah kömək olsun. Sağ olun. Toyunu görəsiz, Allah xoşbaxt eləsin. Və təşəkkür edirəm. Müşfiq bəy, burada Azərbaycan cəmiyyətindən 2011-ci ildən işləyirsiniz, yoxsa ondan qabaq? 2011-də başlamış, yaranıldı. Yəni 2011-ci ilə qədər burada Azərbaycan cəmiyyəti yox idi mi? Elə bir ofisial yox idi, dokumental yox idi. Ancaq biz yaratdıq, təsdiq elədilər ki, Ləvis oblastında, Moskvada işləyirik 5 ildir. Bütün Azərbaycanın bütün bayramları, Azərbaycan olan bütün hamımızın burada qeyd edirik. Novruz bayramıdır, həmrəylik günüdür. Ne qədər Azərbaycan ailəsi var, Azərbaycanlı var? Azərbaycanlı baxanda arada bir 5.000 nəfər olar. 5.000 nəfər olar. 5.000? Bəli, o da ki, hansı ki, baxanda çoxu Gürcistan tərəfdəndir, Gürcistan Azərbaycanlılardır. Biz başqa şəhərlərdə də olmuşuq, amma bu şəhərdə baxmayaraq ki 5000 Azərbaycanlı var, Magnitogorsk şəhərində olan məscid bəlkə də dünyanın heç bir yerində böyüklüyünə görə ola bilməz. Böyüklüyünə baxın məscidin, müsəlman məscidinin böyüklüyü, bu bina, o bina və yanındakı, hələ biri də tikilir. Məscid haqqında danışaq, tez-tezmi gəlirsiniz? 5-ci gündə gəlirik məscidə. Burada əsas bəli, mütləq Azərbaycanlı, burada ayrı müsəlman millətləri var. Çeçenlər, Dağıstanlılar, Taciklər, Özbəklər, Tatarlar, hamı burada çoxdur. Müsəlman insanlar hamı burada gəlir. Daha Qurban bayramlarında biz... Qurban bayramında burada bəli, burada yer var, burada qoyun gəlib kəsilir, məsciddə qoyunu kəsilir. Allah qəbul eləsin. Siz də gəlirsinizmi məscidə tez-tez? Gəlirik, Qurbanlıq bayramında da gəlirik. Tez-tez namaz qılmağa gəlirsiniz? Yox, namaz qılmıram. Bu Qurbanlıq bayramında, əziz bayramlarda Efirə. namaz qılmırıq. Yox, Qurbanlıq bayramında, əziz bayramlarda gəlirik. Her gece didir kalbimi Tenhalık her gece didir kalbimi Sene yol Magnitogorsk şəhərinə ilk dəfə idi gəldik. Bizi hava limanından qarşıladı. Bütün şəhəri göstərdi. Müşfiq müəllim, siz istərdim bizim efirə danışardınız. Neçə ildir gəlmisiniz, neçənci ildən? Birinci familiyanızı da deyərdiniz. Mənim familiyam Məqsumov Müşfiq Yavaroğlu. Mən 85-ci ildən bu şəhərə gəlmişəm. İnstitutda oxumağa, Qorun Metalurji İnstitutda. Bundan da qalmışam burada 30 ildir. Yaxşı yaşayırıq, ailəm burada. Millət yaxşıdır burada, hamısı mehribandır. Hamısı bir-birlərinə kömək eləyən, dayaq olan insanlardır. Hamısına minnətdaram. Siz də xoş gəlmişsiniz. Bura biz eşitdən siz gəlmişsiniz, çox sevindik. Sizin bu perdaşı biz televizorda baxırıq, bizim xoşumuza gəlir. Biz də istərdik ki, bizi də bizim Azərbaycan xalqı görsün. Baxsın ki, burada belənsi millət yaşayır bu şəhərdə, Magnitogorsk şəhərində. Burada biz bu cəmiyyət 5 ildir, 2011-ci ildən. Ondan qabaq da bu işlər olurdu. Ancaq ki, biz ofiisialini bu 5 ildir bunu eləyirik. Biz qurbanlardan da bütün Azərbaycana aid olan bayramlar var. Hamısı bu balaca gördüyünüz kafedə, imkan dairədə. 28 may, 15 iyun. Bəli, Novruz bayramı. Əbədi liderimizin doğum günü. Bəli, Novruz bayramı, həmrəylik günü, hamısı bunları. Burada bir balaca kampanya olsa bunları biz oturuq, bəli, bir görüşürük, filmimizlə bayramları keçiririk. Hamısı ilə ailəvi. Və Magnitogorsk şəhərinin təməlini qoyanlardan biri Çingiz İldırımdır. Bəli. Çingiz İldırım bu şəhərdə, bu 29-cu ildə bu şəhər əmələ gələndə Magnitogorsk şəhəri. Həmçində bu şəhər
Burada kombinat, metalist kombinat var. O kombinatın üzerinde kurulub bu şehir. Orada Çingiz Yıldırım bizim milletimiz, bizim Allah rəhmət eləsin, o böyük injener olub bu metalist kombinatda. Onun sayəsində bu kombinat tikilib, düzəlib. Mən bildiyim bu qədər. İndi burası desək, Allah qoysa bu... Neçə il yaşayıb burada? Bunu mən deyəmərəm, ancaq odur ki, biz bugün üçün 5 ildir bizim diaspor işləyir. Biz istəyirik, hətta bu onun adına hansısa bir küçə olsun, məktəb olsun desə bir imkanla eləyək, düzəldək bunu. İnşallah. Gözəl təşəbbüsdür. Təşəbbüsdə biz də sizinləyik. İnşallah. Allah yolunuzu açıq eləsin. İnanıram ki, bu təşəbbüsün qarşısında yaxşı olacaq. Yəni heç kəs etiraz eləməyəcəklər. Ordubadın Bilət kəndi. Ekrana yaxın əyləşin. Sizin oğlunuz burada. Orada kimlər baxır hal-hazırda? Bir dənə salam göndərin. Kimlər bax, hamısına salam verir. Adlarını deyin. Adlarımla bütün dostlarıma, bütün yoldaşlarıma, sinif yoldaşlarıma, qohumlara, atama, anama, bacıma, Adları nədir qardaşıma, babanın? Yavər müəllim, Nazilə xanım, Yavər müəllim, Nazilə xanım buradan Magnitogorskdan mənfi 30 dərəcədən isti salamlar. bəli, salam belə şükür. Novruz bayramı gəlir. Qabaqda gələn Novruz bayramımızı təbrik edirəm. Sizin simadə bütün Azərbaycan xalqının Novruz bayramını təbrik edirəm. Uzun ömür, can sağlığın. Sağ olun. Əskəri yoldaşlarınız da baxır sizə. Bəli, bəli, hamısı. Əskəri yoldaşlarım, sinif yoldaşlarım hamısını təbrik edirəm. Əskəri yoldaşlarım mənim oradan ola bilməz, ona ki, mən bu şəhərdən əskərliyə getmişəm. Mən orada Azərbaycanlılar olmuyor bənlər. Aha, sinif yoldaşlarınız. Sinif yoldaşlarım, bəli. Ordubad çox gözəl yerdir. Ordubadda olmuşam. Buradan Ordubadlı dostlarımız Əmir bəyə atəşin salamlar, Abbas bəyə, Nahid bəyə atəşin salamlar. Novruz bayramlarını mən də ürəkdən təbrik edirəm. Ən çox sevdiyim də Ordubadın bir dənə səhər-səhər qayğanaq olur, içi balla. Onu bir dənə deyək də. Bal qayğanağı, bal qayğanağı. Bal qayğanağı. İnanın ki, rekord kitabında çibe o. Bilirəm ki. Siz də bizim Azərbaycanımızın mətbəxini burada təbliğ edirsiniz. Azərbaycanın mətbəxini, Azərbaycanın yeməklərini, adət-ənənəsini bu yad ölkədə təmsil etdiyiniz üçün, təbliğ etdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan adından minnətdarlığımızı bildiririk və hansı yeməkləri ən çox burada istəyirlər, onu bilmək istəyərdik bizim yeməklərdən Azərbaycanın. Bizim yeməklərdən əsas burada çox istəyirlər pitini. Aha. Xaşı, Aha. dolmanı, yarpaq dolmasını, onu biz Ordubaddan spesial gətiririk. Plov, aş, şirin aş deyirlər, şirin aş. Bu hansı aş, o şahplov? Şahplov, şirin olur, bəli. Aha. Sonra? Bir də kebablarımız da, kebablarımız da orada verir, burada kebab çalışır, kebabları orada vermək. Lülə kebab, tikə kebab. Allah sizi var eləsin, süfrəniz açıq olsun. Nə deyə bilərik ki, biz indi bir xəritə göstərəcəm, sizi gətirmişəm mən oradan. Bayrağı mən bayaq verdim sizə, yəni oradan gətirdiyimiz bayrağı, Azərbaycan bayrağı sizdə onsuz da hər zaman olur. Azərbaycanın xəritəsini də gətirirəm ki, qoyun sizdə bu xəritə qalsın. Stol üstü xəritəniz olsun. Kim gəlsə Azərbaycana, gəlmək istəsə bu Rusiyadan, dostlarınızdan, bilsinlər ki, bizim ölkəmiz, vətənimiz. Bura Bakıdır. Bir Ordubadı göstərək burada. Ordubad. Bəli, Naxçıvan. Gün o gün olsun inşallah. Novruz bayramlarımızı, tonqallarımızı bu torpaqlarda Amin, yandırar. amin inşallah, amin inşallah. Azərbaycana tez-tez gedib gəlirsə, ondan danışın, yadımdan çıxıb soruşam. İldə bir iki dəyə gedib gəlirik. Bu 30 ildə Azərbaycana hər gedib gəldikcə, Azərbaycanın dünyaya nə qədər sürətlə inteqrasiya etdiyini, Azərbaycanın iri addımlarla necə irəlilədiyini göz qabağında nə qədər dəyişikliklər görürsünüz o Çox axırdan? dəyişiklik var, çox dəyişiklik. Azərbaycana hər il 6 aydan bir gedəndə elə olur ki, daha olduğun yerləri tanımırsan. İmən də bizim gözəl Bakı şəhərində. İdmançılarımızdan kim var? Bəli, var burada Ruslan Mamedov. Bizim canımızdan yaxşı balamızdır, 20 yaşında dünya çempionu oldu kickboks üzrə. Biz qarşıladıq da imkanları da yığışıb bu kafedə onu təbrik elədik, maşını da padarız elədik. Halal olsun. Bəli, 99. Halal olsun. Oraya ki, bütün başqa bizim gənclərə, başqa balalara da görsünlər ki, belə bir qarşılığı yox, hamısı bu işlərlə məşğul. Oxumaqla, idmanla, başqa şeylərə qol qoymasınlar. Təşəkkür edirəm, uğurlar arzulayırıq çox gözəl müsahibənizə görə. Minnətdarıq və gözünüz bizdə olsun. Hələ proqram davam edir. Qəlbimdə
Hörmətli televiziya tamaşaçıları, qürbətdən gələn səslər verilişinin izləyiciləri, Magnitogorsk şəhərində verilişimiz davam edir. Hava alanından, hava limanından bizi qarşıladılar. Biz gəldik, şəhəri çəkdik, şəhərin çox gözəl yerlərini çəkdik və bura gəldik. Azərbaycanımızın restoranı, Müşfiq müəllimin restoranı olan Abşeron restoranındayıq. Azərbaycan cəmiyyətinin üzvü, ən fəal üzvlərindən biri, demək olar ki, alimlərimizdən biri burada əyləşib. İstədim özünü təqdim etsin. Polat Məhərrəmov. Adım Polat Məhərrəmovdur. Özüm Azərbaycan Respublikasının Tərtər rayonunun Kəngərli kəndində doğulmuşam. Və ondan sonra 80-ci ildə Sankt-Peterburq şəhərinə oxumağa, ali məktəbdə oxumağa göndərilmişəm. O vaxtı Ulu Öndər mərhum əbədi liderimiz Heydər Əliyev təşəbbüsü ilə Azərbaycan gəncləri xarici, Azərbaycanın xaricdə olan şəhərlərə oxumağa göndərilirdi. Çox gözəl təşəbbüs idi və mən də o vaxtı bu vasitə ilə arzum olub, çoxdan ki arzum olubdur ki, Sankt-Peterburq şəhərində ali təhsil alım və ora 80-ci ildə ora göndərilmişəm. Orada o təhsili başa vurub 93-cü ildə Bakıya qayıtmışam. Sonra isə 91-ci ildə elə olub ki, həm Sankt-Peterburq şəhərində oxuyarkən mən hərbi xidmətə də çağırılmışam. Yəni o vaxtı ali məktəblərdə oxuyan tələbələri 18 yaş tamam olandan sonra hərbi xidmətə çağırırdılar. Bu Əfqanistanda olan hadisələrlə əlaqəli və o ali təhsili Sankt-Peterburq şəhərində oxuyub qutarandan sonra orada qalıb və Sfinks deyilən o vaxtı Sovet Finlandiya aksioner cəmiyyəti olubdu. Orada işləmişəm. Şərq ölkələri üzrə Sfinks. Sfinks mən bilirəm ki, Kairdə var, Qahirə şəhəri. Bəli, elə onunla əlaqəli idi. Həm də Sovyet Finland sözündən birinci iki hərf orada olduğu üçün o Sfinks adını götürmüşdülər. Sonra orada həmin o bircə, sonra isə Sovetlər Birliyi dağılandan sonra oldu Rusiya Finlandiya cəmiyyəti. Həmin cəmiyyətdə Şərq ölkələri üzrə Ticarət Departamentinin rəisi işləmişəm. Mən iqtisad elmlər namizədi, alimlik dərəcəsi almışam. Təxminən 4 il bundan əvvəl olubdu. Yəni o uzun müddət arzum olubdu. Əvvəllər ona yer dəyişmə ilə əlaqədar olan, yəni Bakıda işləyəndə mən ərəb sağ olun, təşəkkür edirəm. Mən yəni Bakıda olan vaxtlar, Azərbaycanda olan vaxtlar mən bu kitabda da qeyd olunubdu. İndi onu sonra keçərik, ora biraz ətraflı söhbət eləyərik. Ərəb ölkələrində işləmişəm. Ərəb ölkəsində işləyən vaxtı, yəni elə olub ki, gah başqa ölkədə, gah Rusiyada, başqa xarici ölkələrdə məsələn bir yerdə oturub mənim çoxdan dediyim kimi çoxdankı arzum olubdu ki, o müdafiə eləyim iqtisadiyyat sahəsində. Bu imkan yarandı. Yəni bir yerə yığışa bildim. Ona görə gec müdafiə elədim. Yəni 20 ildir bu iş üçün hazır 20 ildir cəhd etmişəm ki, onu alım. Elə bil ki, o bir yerdə oturmaq məqamı burada alındı. Oturub onu hazırlaşdırıb müdafiə elədim. Çox uğurlu oldu. Teşekkür ederim. Fikriniz var mı ki Azərbaycana da öz elminizdən bir pay ayırıb Azərbaycanda da nəyisə tətbiq edəsiniz? Mən həm xarici ölkələrin iqtisadiyyatını müqayisə edən vaxtı həm Rusiya ilə, həm də Azərbaycanla mən müqayisəli yanaşmışam. Yəni ki, mənim fikrim olubdu o vaxtlar gələcəkdə, fikirləşmişəm, gələcəkdə müdafiə edəcəm. Fikrim olubdu ki, müdafiə edim. Onun üçündə xaricdə olanda həm Rusiyanın iqtisadiyyatı ilə müqayisəli yanaşmışam, xarici ölkələrin iqtisadiyyatına, həm də Azərbaycanın iqtisadiyyatı. Azərbaycan həm də Rusiya çox güclü iqtisadi potensiala malik ölkələrdir. Burada bir kitab buraxıldı və Magnitogorsk şəhəri quranların, təməli qoyulanların biri də Azərbaycanın oğlu Çingiz Yıldırım. Çingiz Yıldırım adı hər kəsə məşhurdur. Çünki Çingiz Yıldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutu var. Çingiz Yıldırım adına bir çox şeylər var. O Çingiz Yıldırım burada Magnitogorsk şəhərinin məhsən salınmasında şəxsən özü
iştirak edib. Bu haqda danışın. Deməli, həmin kitab, bax, bu gördüyünüz kitabdır. İcazə verin onu Kitabı bir də kameraya göstərək. göstərim. Bu ki yazılıbdır Don Которым мы живем. Bu kitab Magnitogorsk şəhərinin administrasiyasının göstərişi ilə çıxılmış kitabdır. Yəni buranın yerli hökuməti tərəfindən onun təşəbbüsü ilə çıxılmış kitab. Kitabın fəlsəfəsi belədir. Magnitogorsk şəhərində yaşayan xalqların, yəni bu şəhər çox cavan şəhərdir. Burada çox xalqların nümayəndələri var. Burada 30-a yaxın diaspora var xalqların. Deməli bu kitabın fəlsəfəsi odur ki, bu Magnitogorsk şəhərində yaşayan xalqların bu şəhərin tarixində oynadığı rol çox belə xoşbəxt bir haldır ki, bu şəhərin təməlinin qoyulmasında elə bizim həm yerlimiz Çingiz İldırımın rolu olub. Bizi 22-ci səhifə Azərbaycan cəmiyyətinə aiddir, Azərbaycan xalqına aiddir. Azərbaycanlılar haqqında. Çingiz İldırım. Bəli, bu Çingiz İldırım haqqında burada yazılıb. Bu kitabın təqdimatı keçirilibdir bu il iyun ayında. Bu şəhərin rəhbərlərinin vasitəsilə keçirilib, mədəniyyət evində keçirilib. Yəni bir bəlaya düşən, bir kimlərinsə problemləri olubdu, kimlərinsə xeyir işində və s. işlərdə Şükrü müəllimin bu insanlara yaxından köməyi olub. Yəni o təşkil eləyib bu gördüyünüz, sonralar bu gördüyünüz bax bu restoranda o çox məclislər keçirib insanlara köməklik məqsədi ilə, yəni xeyrini şərini burada keçiribdir və bax bu gördüyünüz zalda iclas keçirilibdir. Cəmiyyətin yaradılması iclası bu zalda keçirilibdir və burada yığışan yoldaşlar tərəfindən, Azərbaycanlılar tərəfindən demək olar ki, yekdilliklə Müşfiq müəllim Azərbaycan Magnitogorsk şəhəri Azərbaycan cəmiyyətinin idarə heyətinin sədri seçilibdir. Mən həm Tərtərə, çünki özüm orada doğulmuşam, Kəngəri kəndində doğulmuşam. Salam göndərirəm. Həm Tərtərə, Kəngəri kəndinə, bütün Azərbaycanlılara salam göndərib və qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Azərbaycan cəmiyyətinin sədrinin mavini biri də buradadır. Özünü təqdim edin. Eyvazov Yaqub Qalamirzoğlu. Siz neçə ildir buradasınız Yaqub bəy? Mən 1975-ci ildə Magnitogorsk şəhərinə gəlmişəm. Necə gəlmişəm? Hardan gəlmiş? Hansı bölgədən, hansı kənddənsən? Onu birdən deyək. Mən həmişə deyirəm, mən Azərbaycanlıyam əvvəla. Sonra Azərbaycanın Beyləqan rayonunun Əhmədli kəndindənəm. Bir dənə salam buradan göndərək. Buradan bütün Türk dünyasına, Azərbaycanıma, Beyləqan rayonuna, Əhmədli kəndinə salamlar yollayıram. Təşəkkür edirik və Novruz bayramı gəlir, onu da təbrik edək. Novruz bayramı, bütün Azərbaycanın, bütün Novruz bayramını qeyd edən müsəlmanın bayramının hamısını təbrik edirəm. Təşəkkür edirik. Mənim peşəm tikinti peşəsidir. Mən injinerəm, istirahət edirəm. Qurmaqla, yaratmaqla məşğul olmuşam. Orada Azərbaycanda işləmişəm, tikintidə işləmişəm. Nətər deyim, aşağı vəzifədən qlavni injiner, baş mühəndis vəzifəsinə qədər işləmişəm. Sonra da 94-cü ildə həyat elə gətirdi ki, yenə qayıdıb Magnitogorsk şəhərinə gələsi oldum. Ailəlisiz. Ailəliyəm, bəli, 2 uşağım var. İkisi də, bəli, 2 uşağım var. İkisi də ali təhsillidir. Nəvəm də var. Birazdan 3 yaşı olacaq. Sağ olun. Azərbaycana tez-tez gedib gəlirsiniz? Azərbaycana ildə bir dəfə, 2 dəfə gedirəm. Bir ay yarım qalıram. Azərbaycan üçün həmişə darıxırıq. Azərbaycan nətər deyirlər, bizim ürəyimizdir, nəbzimizdir, həmişə vurur. Baxmayaraq ki, biz buradayıq, yenə də bizim fikrimiz həmişə Azərbaycandır. Müşfiq bəy haqqında nə deyirsiniz? Azərbaycan cəmiyyətinin sədri burada, Magnitogorsk şəhərində. Müşfiq bəy haqqında fikirlər. Müşfiq bəy, biz hamımız seçki yolu ilə Müşfiq bəy 80-cı ildən hardasa tanıyıram. Lap o 10-cu sinif qutarıb bura gələndən bir vətənpərvər oğlandı, çox işgüzar oğlandı. Ondan xalqın tərəfini saxlayan oğlandı, qeydinə qalan oğlandı, çətinə düşənə köməklik eləyən oğlandı. Müşfiq bizim ürəyimizdir, canımızdır, ciyərimizdir. Burada Azərbaycan adət-ənənəsini yaşadırsınız. Novruz bayramı necə keçirdirsiniz? Bax Müşfiq müəllimlə bir yerdə, Polad müəllimlə bir yerdə, Əli bəylə bir yerdə. Müşfiq müəllim elə həmişə
həmişə bu bayramları keçirənlərin mən özüm də olmaq şərti ilə təşəbbüskar oluruq. Millət yığışırlar. Yüksək səviyyədə burada toy bayram kimi keçiririk. Hamının da ürəyindən olur. Teşekkür edirik, minnətdarıq. Özünü təqdim edin. Pəhlivan Dadaşov, Lənkəran rayonunun Xarxatan kəndi nümayəndəsi. Hansı kəndi? Xarxatan, Seyidlər kəndi. Bir dənə buradan salam göndərək. Mən öz Xarxatan kəndinin bütün gözəl Seyidlər cəmaatına salam göndərirəm. Hamınıza can sağlığı. Sizi təbrik edirəm qarşıdan gələn Novruz bayramı münasibəti ilə. Axır çərşənbə münasibətinə, Novruz bayramı münasibətinə hamınızın evində toy düyünlü səs gəlsin. Ruzi bərəkətli olsun. Bəli, çox gözəl, çox gözəl. Teşekkür edirəm. Pəhlivan və adına da uyğun Pəhlivan müəllim. Bu neçə ildir buradasınız? Bu şəhərdə deməli mən 12 ildir. Lənkərandan həmən bura gəldiniz, yoxsa başqa şəhərdə yaşayıb Yox, gəldiniz? yox, mən düzü Arenburg şəhərində oldum. 10 il orada çalışdım. O şəhərdən elə oldu ki, burada gözəl qardaşlarımızın yubileyi var idi. Dəvət elədilər məni oxumağa bu şəhərə. Ondan da Müşfiq qardaşımızın tanış oldu bu şəhərdə, bu kafedə. Mənə müraciət elədi ki, çox istərdim ki, qalasan bu şəhərdə. Elə Müşfiq müəllimin restoranında işləyirsiniz siz burada. Bəli, bəli. Abşeron restoranıdır bura hal-hazırda. Bəli. Müşfiq qardaşıma mənim çox gözəl sözlərim var. Ona görə ki, o elə bil ki, bu bizim bu işlədiyimiz bu obyektdə bütün xalqları birləşdirir. Bizim Azərbaycan xalqı ilə bərabər, yəni ki, ayrı-ayrılıqda Həm də Azərbaycan mətbəxini yayımlayır. Çox millətli xalqlar var. Hamı gəlir burada məsələn o xalqları görürük, dinləyirik. Onların da musiqisini burada biz xalqlarına çatdırırıq. Dəvəngi var burada. Vallah var. Ay, Hələ bilirsən o nədir? Ada o ləvəngidir, Bir ləvəngi. dənə talış dilində denən ki, Novruz bayramı mübarək. Hamınızı təbrik edirəm Novruz bayramı münasibətilə. Xudbaşıma can sağlığı budur, ömür uzunluğu. Bir də mən fürsətdən istifadə edib Nuri qardaşımızı mən təbrik eləmək istəyirəm. Nuri sərinləndirici. Çünki o da bu şəhərin nümayəndəsidir. Buradan çıxan qardaşlarımızdan, gözəl sənətkarlarımızdan biridir. Yəni ki, Nuri buradan salamlayırıq. Nuri sərinləşdirici. Ailəlisiniz o haftadan. Bəli, ailəliyəm. Burada İki yaşayır oğlum ailəniz? var. Ailəm buradadır. Hal-hazırda böyük oğlum Azərbaycanda hərbi xidmətdədir. Tovuz rayonunda Ölsüdlü kəndində. Allah kömək olsun. Sağ olun. Sağ salamat qayıtsın, gəlsin evinə. Bir şey qalmır. 4 ay qalıb inşallah hərbi xidmətini vətənində Oyunu görəsiniz. sağ olun. İkinci oğlum da oxuyur, məktəbdədir. Ailəmlə bir yerdə dolanır. Allah köməyiniz olsun. Teşekkür ederim. Sen eşkin seferi Çağlayan gül gazeli Güneşi ay seher Abdalov Abdüləli Abdaloğlu. Adınız nə oldu? Abdalov Abdüləli Abdaloğlu. Bəli. Hansı bölgədənsiz? Biz Qazaq. Qazağın arasından? Qazağın özündən. Qazağın özündən. Gəl gedək Qazağa bir salam verək. Qazağa bir dənə ateşin salamlar buradan, soyuq ölkədən, Magnitogorskdan deyək. Əslimiz Ermənistandır, özümüz Qazaqda böyüyən uşaqlarıq. Bütün Ermənistanlara, hamısına. Salamlar. Bütün Qərbi Azərbaycana buradan ateşin salamlar. Ondan əlavə də ki, mən sizə çox xoş gəlibsiniz. Teşekkür edirik. Əziyyətiniz böyükdür. Nəinki bizim üstümüzdə, bütün Azərbaycan xalqının, o qürbətdə yaşayan Azərbaycan xalqının üstündə çox da əziyyətləriniz. Sizə mən bu yolda ancaq çox güclü can sağlığı arzu edirəm. Buradan oğlunuza da, qızınıza da ateşin salamlarımızı göndəririk. Qızınız burada deyəsən Aynurə. Bəli, bəli. Aynurə, buradan öpürük səni, bağrımıza basırıq. Allah can sağlığı versin. Sağ-salamat məktəbi bitirəsən, toyun olsun. Biz də gələk sənin toyunda iştirak edək. Toyubu çəkək, efirə verək. İsmail Üvelbəy Məhəmmədoğlu. Qardabar rayonunun Candar kəndindən. Çox sağ olun, bəli, Candar Candara bir kəndi. dənə buradan ateşin salamlar. Candarma, elmə, obama ateşli salamlar. Bayramları təbrik edək. Bizim Azərbaycan xalqının, elə də Candar cəmaatının, öz elmə, obama, bütün Azərbaycan xalqının bu qarşıdan gələn Novruz bayramını ürəkdən təbrik edirəm. Onların hər birisinin həyatda can sağlığı, gözəl gün,
uzun ömürlər. Bəli, Müşfiq müəllim burada olan Azərbaycanın hər birisinin qardaşıdır, hər birisinin köməkçisidir, hər birisinə kömək edir. Dar günündə də, gen günündə də Azərbaycan xalqını həmişə birliyə çağırır. Gözəl şeirlər deyirsiniz. İstərdim Müşfiq müəllim haqqında bir qəşəng şeir deyəsiniz. Bir daha qapımı döyməsin nadan, sahibi məhv olmuş otağam mən. Həyasız canından çıxa bilmirəm, utancaq yanında utancağam mən. Havada şimşək var dənizdə ləpə, yağış hökm eləyər, qar, səpə, səpə. Kiminin gözündə alçaq bir təpə, kiminin gözündə uca dağam mən. Burada Azərbaycan cəmiyyətinin üzvlərindən yenə gəlməklə davam edirlər. Özünüz təqdim edin. Mübariz Həsənov. 20 ildir bu şəhərdə yaşayıram, Magnitogorskda yaşayıram. Xoş gəlibsiniz. Bütün Azərbaycan xalqımızı, elimizi, obamızı, hamısına möhkəm can sağlığı olsun. Ömür arzu edirəm. Mən Həsənov Fariz. Demək olar ki, Magnitogorsk şəhərində bir 15 il olar yaşayıram burada. Qazax mahalındanıq, Qazax rayonundadır. Aha. Bütün Qazağa bir dənə salam. Qazaxda bütün qardaşlara, el oğullara, dostlara hamısını salamlayıram. Bütün Kəlbəcər xalqına salamlar, bütün Azərbaycan xalqına buradan salamlar Magnitogorsk şəhərindən. Adım Cəfər İbrahimovdur. Masallı bölgəsindənəm. Masalın özündən? Yox, Köratan kəndindən. Bir Masallı Köratan kəndinə buradan salamlar. Onları salamlayıram. Bayram gəlir qabaqdan. Bəli, bayram münasibətilə təbrik edirəm. Qarayev Ramiz Əsədov. Ramiz bəy, neçə ildir buradasınız? 23 il. Maşallah, 23 ildir. Hansı bölgədənsiz? Gürcüstandan. Gürcüstan arasından. Manis rayonu. Bütün Azərbaycanlıların Novruz bayramını təbrik edirəm. Həmişə qoy Azərbaycanda şadlıq olsun. Maşallah, qonaqlarımız gəlməkdə davam edir. Novruz bayramı şənliyi çox gözəl keçir. Və özünüzü istərdim təqdim edəsiz. Siz? Əyyam. Yox, familiya. Abışov Əyyam. Bala Mirzə müəllim. Əsmər Gülənan. Əmilər, dayılara hamısını təbrik edirəm, salam deyirəm. Miriyev Əlağa, Dandara salamlar. Bəhramoğlu Rəmzi, İmişli rayonunun Bəzravan kəndindən. 26 ildir yaşayıram Rusiyada. Amma burada 17 ildir. Hamımızın Novruz bayramını, qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Təşəkkür ederim. Bütün Azərbaycana sülh, əmin-amanlıq arzulayıram. Bütün hamıya, bütün Azərbaycan əhlinə, Bəzravan kəndinə hamısına salamlar. Buradan Azərbaycan xalqının hamısına salam Siz deyirəm. hardansınız oranı? İmişli rayonunun Bəzravan Bir kəndi. dənə ora salam. Deyəcəklər, siz niyə salam göndərmədiniz? Hamısına salam deyirəm buradan Bəzravan kəndinə. İsmailov Paşa. 36 ildir buradayam. Mənim üçün ildə 2 dəfə gedib gəlirəm, hamını görürəm. Allah canlarını sağ eləsin. Mən İmişliyə hamısına, yəni əhalinin salam deyirəm hamısına. Novruz, qarşıdan gələn Novruz bayramlarını təbrik eləyirəm. İmişli xalqına salam göndəririk buradan. Ateşin salamlar. Elman Əliyev, anama salam Adı nədir mamanın? Zöhrə, Zöhrə. Ay, Zöhrə? Zöhrə, hə, Zöhrə anam. Zöhrə ana, buradan salamlar göndəririk. Qardaşlarıma, bacılarıma. Cavanşir Bayramov, Biləsuvar rayonu. Bütün millətləri təbrik edirəm. Həmişə əmin-amanlıq, sülh olsun. Salam söyləyirəm hamısına. Bayramlarını Yenə təbrik edirəm. yaxşıyam, narahat olmayın. Səndən yarandılar. Danışırıq tez-tez, narahat olmasınlar, sağ olsunlar. Bütün Azərbaycan xalqına gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Bunların içində xınalıqlar olmaqla. Mən Vəliyev Şakir, Babuloğlu, Lerik rayonundanam. Lirikin arasından. Lerik rayonun özündən. Ne gözəl. Bir dənə lirikə. Ev nömrə 30. Lirikə bir dənə salam buradan göndərin. Liriklə salamlar. Mən Əliyev Yaşar Seydəmiroğluyum. Lənkəran rayonundan və buradan bütün Azərbaycan xalqının üzünü Həmçinin də Lənkəran. Bəli, əlbəttə bütün Azərbaycan xalqının və Lənkəran öz qardaş bacılarımı
bu qarşımızda gələn bayram münasibətilə təbrik edirəm. Lənkəran rayonundan gəlmişəm, Sağlısı kəndində. Siz də xoş gəlmisiniz bizim Maqnavlı şəhərimizə. Neçə ildir buradasınız? Mən 2003-dən buradayım. Burada bacılarım olur, qardaşlarım olur. Burada onlara salamlayıram. Bey kəndinə salamlar deyirəm. Bütün Azərbaycan xalqıma, bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Mənim adım Fərruxdur. Hamını salamlayıram. Xoş gəlmisiniz Maqnavlı şəhərimizə. Özüm Lənkəran rayonundanam. Lənkəran Uşaqlasır kəndindən. Bir dənə salam buradan. Bütün Azərbaycana salam. Hörmətli televiziya tamaşaçıları, bəli, biz Moskva şəhərinə gəldik. Moskvadan həmən qatarla biz Magnitogorsk şəhərinə gəldik. İlk dəfədir bu şəhərdəyik, Magnitogorsk şəhərində və görək indi bizim burada həmyerlimiz var. Daş olub qərib ölkədə, vətən üçün burnumun ucu göynəyir, ürəyim. Ay salam əleykum, xoş gördük. Azərbaycandan gəldik. Qürbətdən gələn səslər verilişi. Ay salam əleykum, xoş gördük. Qürbətdən gələn səslər verilişi ilə gəlmiş. Salam əleykum. Ay eviyəsi, necəsiz, nə var, nə yox? Bir salam eləyək, salam Azərbaycan deyək buradan. Salam Dünya TV. Gəlib bizi yoxladığınıza görə çox sağ olun. Hər birinizə baş əyirəm, təşəkkür edirəm. Mənim qərib ölkədə, axır göz yaşlarımda, mənim qərib ölkədə, darıxmışam. Magnitogorsk şəhərinə gəldik. Əlbəttə bizə bu şəhəri yaxından tanış edən, bu şəhərdəki insanlarla tanış edən bizim Dünya TV-nin Qürbətdən gələn səslər verilişinin əməkdaşı, bizim səlahiyyətli nümayəndəmiz Mehman Rüstəmov Rusiyada yaşayır. Rusiya Azərbaycan Cəmiyyətlərinin Birliyinin üzvüdür. Azərbaycan Cəmiyyəti Birliyinin üzvüdür və burada bizə yaxından kömək edir. Bəli, bizim səlahiyyətli nümayəndəmizdir. Mehman bəy, çoxdan tanıyırsınız da bu ailəni? Bəli, çoxdan tanıyıram. Bu ailə gözəl ailədir. İndi hardan, necə olublar, bura gəliblər, nə vaxtdan yaşayırlar. Hər kəs özü deyəcək. Elbəy öz deyəcəkdir. Bu ailə nümunəvi ailədir. Təşəkkür edirəm. Siz gəlib gedirsiniz bu ailəyə? Demək olar ki, mən bura gələndə bu Magnitogorsk şəhəri maqnit kimi bir şəhərdir. Bunlar məni elə cəzb ediblər ki, mən burada gələndə buradan çıxamıram. Can, təşəkkür edirəm. Siz xoş gəlibsiniz. Birinci sizə təşəkkür edirəm gəldiyinizə görə. Mən Qardaban rayonunun Candar kəndindən İsmailov Elbəy Məhəmmədoğlu
Çox sağ olun ki, zəhmət çəkib gəlibsiniz və Dünya TV şirkətinin hər birinizə can sağlıq, uzun ömür arzulayıram. Və sizin gəlişinizə mən çox şadam. Sağ olsun Mehman müəllim də onun iştirakçısından. Siz buraya xoş gəlibsiniz. Artıq biz bu Maqdaqor şəhərində 20 ildir yaşayırıq. Azərbaycan xalqının bir-birinə böyük hörməti, böyük mərifəti, böyük üstünlüyü var. Biz Qərib eldə 94-cü ildən gəlmişik. 94-cü ildən elə Maqdaqorsk şəhərinə gəlmişik və bura Maqdaqorskı Rüstəmov dediyi olmasın ki, bura elə bir şəhərdir ki, belə bir maqnit var. Gəlmişik, çıxa da bilmirik. Kədər toy gətirməz, düzgün gətirməz. Qəmginlik insana ağ gün gətirməz. Sövqət bu dünyaya bir gün gətirməz. Neçə ki həyat var, şən olmalıyam. Armudu stəkanda çay, hamımız deyir də. Ürəyimiz yananda çay, adlısan, dadlısan çay, çay, çay. Ətirlisən, dadlısan çay, çay, çay. Tez düzür qədəhləri, tez düzür, çay süzün ay qədəhlərə, çay süzün. Bəli, bizim Elbə müəllimin uşaqları ikisi də musiqi ilə məşğul olur. Biri buradadır. Özünüz təqdim edin. Adım Eldənizdir, İsmailov Eldəniz, Elbəyoğlu, Gürcüstanlıyım. Sindizator ifa edirəm, belə Rüstəmov da canı sağ olsun, gəldi, kömək elədi. Yəni Müəllimin kim oldu? Mənim müəllimim çox müəllimlər olub. Axırıncı müəllimi? Axırıncı müəllim Mehman Rüstəmov oldu. Mehman Rüstəmov necə tələbədir? Sənin tələbəniz? İnşallah mən yəni necə deyirlər? Mən musiqi sahəsində, yəni hansı ki muğamlar, o xalq musiqiləri, ifa olunan musiqilər, bunun necə deyirlər? Mən tələbə kimi yox, necə qavramasını mən onu neçə vaxtı yəni nəzarət edib baxıram. Maşallah çox götürümlüdür. Bax bizim ki bu süfrəni açan, bizim qarşımıza çıxan Azərbaycan xanımı, gözəl xanımlar xanımı buradadır. Özünüz təqdim edin, adınız nə? Xoş gəlirsiniz. Adım Büf xanımdır. Bibi xanım. Siz də Gürcüstanın Borçalı vilayətindəsiniz? Da. Hansı kəndindən? Qardabanın Candar kəndindən. Bir dənə Qardabanın Candar kəndinə buradan bir ateşin salamlar Maqnitogorskdan denən. Salam söylüyorum bütün Candarda olan qohum qardaşlarımıza, qonu qonşularımıza. Ay Gül xanım, bax buradan Maqnitogorskdan belə qucaq dolu salamlar. Salam yolluyorum hamısına, qohum qardaşıma, əmlərimə, dayılarıma, qaynatan Məhəmmədi, qaynım Qarıyı, baldızlarım Kəhliyi, Minayı, hamısını təbrik edirəm. Qarşıdan gələn bayramlarını təbrik edirəm. Bibi xanım, bax siz rayona, yəni kəndə tez-tez gedib gəlirsiniz yoxsa? İldə bir dəfə gedib gəlirəm. Qaynımı, qaynatamı yoxluyorum. Allah onlara can sağlıq versin. Mən buradan salamlar söyləyirəm. Atama, anama, qaynatama, qaynarıma, eltimə, hamısına can sağlığı, uzun ömür, can sağlığı arzu edirəm. Bu gələn bayramlarından hamısına təbrik edirəm. Ay xanımlar, burada nə edirsiniz? Ay xanımlar, bizə gözünüz bizdə olsun. Bu nədir? El adəti ilə pişirdiyiniz budur mu? Bəh, bəh, bəh. Qərib ölkədə, darıxmışam mən yaman, qərib ölkədə. Bax, budur adət-ənənəmiz, Azərbaycanlığımız. Maqnitogorskda məclisimizə aş gəlir. Adım Rəşad, Aliyev Rəşad. Özüm Ağcabədi rayonundanam. Çoxdandan burada yaşayıram. Bu ailə ilə də, bu əmi ilə də çoxdandan münasibətimiz var. Ailəvi get-gəlişimiz var. Çox möhkəm dostuq. Mən hər birinizi salamlayıram, hər birinizə təşəkkür edirəm. Ramin, Hüseynov, bütün xalqımızı mən təbrik edirəm. Novruz bayramı münasibəti ilə təbrik edirəm. O niyyətlə yığışmışıq. Gözəl insan, gözəl İlk dəfədir burada Maqnitogorskdasınız. Bəli, ilk dəfədir və şadam ki... Deyəsən Mehman Rüstəmovla bir yerdə gəlmişik. Bəli, bir yerdə gəlmişik Mehman Rüstəmovla və çox şadam ki, gözəl bir ailə ilə tanış olduq burada. Ağsaqqal gözəl insan. Bütün el-obaya salam deyirəm. Bütün ailə üzvlərimizə salam göndərirəm. Mamanın adı Bənövşə xanım. Ay Bənövşə xanım, burada Maqnitogorskdan belə soyuq, mənfi 20 dərəcə var soyuq. Bu soyuqdan Ramiz... Baxmayaraq istili idi, çox isti, isti salamlar. Harada çəkiliş olursa, orada mütləq
bayram konsertləri də olur. Və bu konsertlərin Ramin də musiqiçidir, Mehman müğənnidir. Bizim tamadamız da burada. Niyə uzağa gedirik? Müğənni burada, tamada burada, sintezator burada, qarmon burada. Oğlum olsun məndən sana amanət. Əzal bu divrandan özünü gözlə. Atanın sözləri oğula nəsihət, yaxşı ol, yamandan özünü gözlə. Miriyev Ağagül Mirbağır oğlu. Ağagül, siz burada anadan olmuşsunuz? Yox, Gürcüstanda. Gürcüstanda. Siz də çoxdan gələnlərdənsiniz, Hə. Elə 98 ildən belə burada. 98-ci ildən buradasınız. Əli bəy müəllimgillə də bir evli kimi gedib gəlirsiniz. Hə. Oğlu Eldənizlə dostsuz deyəsən, hə? Bəli. Eldəniz. Neçə ildir dostsuz? Xeyli vaxt elə uşaq vaxtından. Ay maşallah, Allah mehriban eləsin. Və buradan hal-hazırda kənddə izləyirlər. Sizdə kimlər var orada efir vasitəsilə? Həm Novruz bayramlarını təbrik eləyin, həm də axır çərşənbəsini. Öyle efirə. Seyid Cəfər ağanı təbrik edib. Novruz bayramınız mübarək olsun.